Zil və döyənəklərin fərqləri. Müştərilərim çox vaxt zil və döyənəkləri ayırd edə bilmirlər. Bəs biz döyənək və zilləri necə ayırd edə bilərik? Zil və döyənəklərin yaranma səbəbləri fərqlidir və görünüşləri də fərqlidir. Zilin səthi nahamar və qabarıq olur və əksər halda ortasında qara balaca nöqtələr. Döyənəklər isə hamar və sarı buzlu şüşə kimi görünür. Və hiss olaraq zilin üstünə basanda, kənarlarından tutub sıxanda ağrı verir. Döyənək isə ağrısızdır. Yalnız bir növ döyənəkdə ağrı ola bilər. Ona görə əksər halda köklü, nüvəli döyənəklə zili səhv salırlar. Çünki köklü döyənək onun da kənarlarından və üstünə basanda oxşar bir ağrı yaranır. Yalnız burada rəngdən biz ayırd edə bilərik. Zil əllərdə, ayaqlarda və bədənin başqa nahiyələrində də, hətta üzünüzdə belə yarana bilir. Amma döyənəklər isə əksər halda ayaqlarınızda yaranır, yanlış geyinmiş ayaqqabıdan və yastı pəncəli insanların çox vaxt ayaqlarında yaranır və əllərdə də yarana bilər. Zilin müalicələri müxtəlifdir. Bu müalicələri dermatoloqlar və ya podoloqlar da eləyə bilirsiniz. Biz kimyəvi yandırma üsulu ilə eləyirik. Döyənəklər isə ölü dərini təmizləyərək yumşaldıcı kremlər vasitəsilə aradan götürmək olur. Artıq zil və döyənəklərin fərqlərini ayırd edə bilirsiniz. Sizə qalan yeganə yazılıb bizə qəbula gəlməkdir.